təbib xalq artisti Fəxrəddin Dadaşovla bağlı açıqlama yayıb. Yeni Sabah məlumat verir ki, Urumdan Unikala verilən açıqlama bildirilir ki, Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə 29 mart 2025-ci il saat 10:30 radələrində Bakı şəhəri Dadaşov küçəsi 68 ünvanına müraciət daxil olub. Çağırış əsasında hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Müayinə nəticəsində pasientin arterial təzyiqi və qan oksigeni saturasiyası normada qeydə alınıb. Vəziyyəti stabilləşdiyindən onun xəstəxanaya təxliyəsinə ehtiyac olmadığı müəyyən olunub. Əlavə edək ki, planlı tibbi yardıma ehtiyacı olan pasientlər ilkin olaraq yaşadıkları ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Qeyd edək ki, xalq artistinin qızı Pərvanə Dadaşova təcili və təxirə salınmaz tibbi yardım xidmətindən şikayətlənirdi. Bloomberg İnformasiya Agentliyinin keçmiş əməkdaşı Richard Samaril həyat yoldaşı və ailəsi ilə birlikdə Cənubi Karolina ştatındakı malikanələrində ölü tapılıb. Məlumatda bildirilir ki, polis qonşuların zəngindən sonra martın 29-da səhər saatlarında Richardın, arvadı Linanın və 9 yaşlı qızı Samantanın cəsədlərini aşkar edib. Hazırda hüquq mühafizə orqanları hadisənin təfərrüatlarını açıqlamır və ailənin ölüm səbəbinin bədbəxt hadisə yoxsa qətl olduğunu bildirmir.